Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İyun ayının sonuna doğru bəzi bürclər üçün maliyyə baxımından olduqca maraqlı və ümidverici bir dövr başlayır. Astrologların fikrincə qarşıdakı həftələrdə bəzi bürclər gəlirlərini artırmaq, yeni qazanc mənbələri tapmaq və uzun müddətdir gözlədikləri maliyyə imkanları ilə qarşılaşmaq şansı əldə edə bilərlər. Bəzən insan elə hiss edir ki, şans daim başqalarının tərəfindədir. Nə qədər çalışsa da istədiyi nəticələri əldə edə bilmir. Lakin astrologiya ilə maraqlanan mütəxəssislər bildirirlər ki, iyun ayının son həftələrində kosmik enerjilərdə baş verən dəyişikliklər bəzi bürclər üçün yeni qapılar aça bilər. Xüsusilə bolluq, uğur və genişlənmə ilə əlaqələndirilən Yupiter planetinin mövqeyi müəyyən bürclərin həyatında mühüm dəyişikliklərə səbəb ola bilər. Bu dövrdə təsadüfi görünən görüşlər, gözlənilməz təkliflər və yeni əməkdaşlıqlar gələcək uğurların təməlini qoya bilər. Bu bürclərdən birincisi Əqrəb bürcüdür. Əqrəblər üçün son aylarda yaşanan maliyyə çətinlikləri və qeyri-müəyyənliklər tədricən aradan qalxa bilər. Uzun müddət nəticə verməyən səylər artıq öz bəhrəsini göstərməyə başlayacaq. Qarşıdakı günlərdə yeni iş təklifləri, əlavə qazanc imkanları və ya gəlirli layihələr ortaya çıxa bilər. Maraqlıdır ki, bu imkanların bir hissəsi köhnə tanışlar, dostlar və ya əvvəlki iş əlaqələri vasitəsilə yarana bilər. Əvvəllər əhəmiyyətsiz görünən söhbətlər belə gələcəkdə mühüm maliyyə fürsətlərinə çevrilə bilər. Əqrəblər üçün əsas məsləhət öz potensiallarına inanmaq və yeni imkanlardan çəkinməməkdir. Maliyyə baxımından diqqət çəkən digər bürc isə tərəzidir. Tərəzilər üçün iyun ayının ikinci yarısı peşəkar uğurların və zəhmətin qarşılığının alınacağı bir dövr kimi görülür. Son zamanlar öz əməyinin lazımınca qiymətləndirilmədiyini düşünən tərəzilər artıq fərqli mənzərə ilə qarşılaşa bilərlər. Rəhbərlik, iş ortaqları və müştərilər onların bacarıqlarını daha çox qiymətləndirməyə başlayacaq. Bu isə maaş artımı, yeni iş təklifləri və ya əlavə gəlir mənbələrinin yaranmasına səbəb ola bilər. Eyni zamanda müsahibələr, iş görüşləri və yeni layihələrə başlamaq üçün də münasib zaman hesab olunur. Üçüncü şanslı bürc isə buğadır. Buğalar üçün qarşıdakı həftələr maliyyə baxımından ilin ən məhsuldar dövrlərindən biri ola bilər. Uzun müddətdir üzərində çalışdıqları layihələr nəticə verməyə başlayacaq. Yeni gəlir mənbələri, faydalı tanışlıqlar və uğurlu əməkdaşlıqlar onların maliyyə vəziyyətinə müsbət təsir göstərə bilər. Xüsusilə öz inkişafına investisiya qoyan, təhsil alan və ya peşəkar bacarıqlarını artıran buğalar bu dövrdə zəhmətlərinin bəhrəsini görə bilərlər. Onların səbr və əzmə gördükləri işlər artıq real nəticələr verməyə başlayacaq. Əlbəttə, astrologiya yalnız ehtimalları və ümumi tendensiyaları göstərir. Hər bir insanın uğuru ilk növbədə öz qərarlarından, zəhmətindən və məqsədlərinə doğru atdığı addımlardan asılıdır. Siz hansı bürcdənsiniz? Qarşıdakı günlərdə həyatınızda hansı dəyişiklikləri gözləyirsiniz? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın. Videonu bəyəndinizsə kanalımıza abunə olun və yeni məlumatlardan ilk xəbərdar olmaq üçün bildirişləri aktivləşdirin.